Salam, bugün sizlərlə rasional kəsirlərin 3-cü bölməsinə baxacağıq. İfadələrin ədədi qiymətinin tapılması. Adından da göründüyü kimi ədədi qiymətin, yəni hətta qiymət verib belə tapa bilərik. Məsələn, baxaq 3-cü sualdan başlayaq. Sol tərəfdə baxırıq. Ümumiyyətlə, məxrəc görmürüksə, məxrəcə nə yazırıq? 1. 5, 5 böl 1 deməkdir və kəsir görürüksə çarpaz vururuq. Yazıram 3-cü sualı. Yazıram ki, x üstəgəl 2y vur 1 bərabərdir 5 dənə y-ə. Sol tərəfdə qalır x, sağ tərəfdə qalır 5y-dən 2y çıxanda 3 dənə y. Uşaqlar, diqqətli olun. X-dan bir dənədirsə, qabağına 1x yazın və göy qurşağı qaydasından x 3-dür, y neçədir? 1-dir. Yəni, qiymət vermə yolu budur. Bütün x-lara 3, y-lərə 1 verəcəyik. Ən rahatı da qiymət vermə yoludur. Çünki ifadə böyük ola bilər. Siz orada nəyisə sadələşdirib yerinə qoysanız daha da böyüyə bilər. Amma qiymət ilə qoyuram da yerinə. 7x, x, y. 7 vur 3, 21. 21 də 1-ə böləndə onsuz yenə 21 eləyir. Cavab olur A variantı. 6-cı suala baxaq. Yenə eyni qaydada. Kəsirin məxrəcini görmürəmsə, məxrəcinə nə yazıram? 1 yazıram. Kəsir görürəmsə, çarpaz vururam. Yazıram ki, 3a üstəgəl 5 dənə b bərabərdir a üstəgəl 1 dənə b. A-ları bir tərəfə yığıram. B-ləri bir tərəfə yığıram. Hər tərəfi 2-yə bölsəm, ümumiyyətlə uşaqlar, riyaziyyatda həmişə ixtisar var. Düz ədədlər də 2-yə bölünür. Hər tərəfi 2-yə bölsəm, a bərabərdir, mənfi qalır 2 dənə b. İndi uşaqlar, bayaq dedimi, bir dənədirsə qabağına yazın 1 də. Göy qurşağı qaydasından A neçədir, B neçədir? B 1-dir, A mənfi 2-dir. Qoyun yerinə bu ifadəni tapın. 4 dənə A-nın kvadratı, 3 dənə AB, üstəgəl B-nin kvadratı, 3 dənə A-nın kvadratı, üstəgəl B-nin kvadratı. Buradan nə alınır uşaqlar? Kvadrat mənfini udur. 2-nin kvadratı 4-dür. 3-ü mənfi 2-yə vuranda mənfi 6 eləyir. Ona görə bura mənfi 6 yazıram. 1-in kvadratı, 1-in üstünə nə yazsan onsuz 1-dir. Mənfi 2-nin kvadratı yenə kvadrat mənfini udur. 2-nin kvadratı 4-dür. 3 vur 4, üstəgəl 1. Yuxarıda görün nə alındı? 16 çıx 6, 10. 10-un üstünə 1 gələndə 11. Məxrəcdə də 12 üstəgəl 1, yəni 13. 13-də 11 görün hansı variantdır? D variantı. 6-cı sualda belə. 12-ci sual. Deməli, diqqətli olun. B üstəgəl 1 böl B-ni istəyir. Bizə ayrı-ayrı kvadrat verib. Mən sizə nə demişdim? Kvadratik bir şey görəndə kvadratı bir tərəfdə saxlayın. Ədədi o biri tərəfə keçirin. Uşaqlar, mənfi 14-ü sağ tərəfə keçirəndə müsbət 14 eləyir. Ayrı-ayrı kvadratın düsturu nə idi? Ümumi kvadrat çıx 2 dənə hasili. Anladınız mı? Olur B üstəgəl 1 böl B-nin kvadratı çıx 2 bərabərdir 14. 14-ün üstünə 2 gələndə neçə eləyir? 16. İndi uşaqlar, nəyin kvadratı 16-dır? Ümumiyyətlə, kvadratı yox eləmək üçün kök alırıq. Biz bilirik ki, bir 4-ün kvadratı 16-dır. Bir də nəyin? Mənfi 4-ün kvadratı 16-dır. Onsuz bizdən modul istəyir də. Yəni, modulda nədir? Müsbətin götürmək deməkdir. Yəni, onsuz 4-ün modulu da 4-dür. Mənfi 4-ün modulu da 4-dür. Bildinizmi? Bizdən modul istəyir deyə 4-ü də modula salanda müsbət 4 çıxır. Mənfi 4-ü də modula salanda müsbət 4 çıxır. Yəni, ona görə müsbətini götürürəm. 28-ci sual. Diqqətli olun, görün. Sizdən nəyi soruşur? Birinci onu sadələşdirməsi. Bunun qiymətini tapın deyir. Biz də bildirik ki, ayrı-ayrı kubların düsturunu necə tapırdım? Ümumi kublun üzərinə gəldirəm 3 dənə bunların hasilini və bunu təzdən yazıram. Anladınız mı?
İndi bizdən bunu istəyir. Uşaqlar, A-lar burada ixtisar gedir. Nə qalır? A çıxılsın 1 böl A-nın kubu. Üstə gəlsin 3 dənə A çıxılsın 1 böl A. Deməli uşaqlar, biz A çıx 1 böl A-nı tapsaq işimiz hazırdır da. Yəni bu ifadənin qiymətini tapmış olaraq. Bizdən də bunun qiymətini istəyir. Gəlin bizə verib ki, A kvadrat üstə gəl 1 böl A-nın kvadratını. Amma bizdən bunu tapmaq tələb olunur. Onda nə yazaram? Ayrı-ayrı kvadrat bərabərdir ümumi kvadratdan. Amma çıxdı deyə çıxın kvadratı üstə gəl 2AB düsturumuz var. Çıxın kvadratı üstə gəl 2AB. Yəni A 1 böl A. A-lar ixtisar gedir uşaqlar. Deyir ki, A kvadrat üstə gəl 1 böl A-nın kvadratı neçədir? 6-dır. Qırmızı ilə yazsam başa düşün. A çıx 1 böl A-nın kvadratı üstə gəl 2 6-dırsa 6-dan 2 çıxanda 4. Nəyin kvadratı 4-dür? Bir müsbət 2-nin, bir də mənfi 2-nin. Bizə deyir ki, uşaqlar 1-dən böyükdür. Yerinə 1-dən böyük ədəd qoyanda görürük ki, müsbət alınır. Bir də məsələn qoyun 3 çıx 3-də 1 müsbət 2-yə olma ehtimalı daha çoxdur. Yəni müsbət ədədlərin müsbət olur. A çıx 1 böl A müsbət 2 olur. Və biz indi qoyuruq yerinə hesablayırıq. A çıx 1 böl A-nın yerinə nə qoyuram? Müsbət 2. Yazıram. Bunun da yerinə uşaqlar qırmızı ilə kurqa alıram. Bunun da yerinə müsbət 2 qoyuram. Çünki aşağıda müsbət 2 tapdım. 2-nin kubu üstə gəl 3 vur 2. O da 8 üstə gəl 6 neçə eləyir? 14. Cavab olur 14. Diqqətli olsanız sadədir. Sadəcə birinci soruşulan düsturu açırsınız. Sonra oradan nə tələb olunursa birincidən onu tapıb çıxarıb yerinə qoyuruq. 36-cı sual. Ümumiyyətlə siz bilməlisiniz ki, tərs ədədlər hardan görürəm tərs olduğunu? B böl A, A böl B. Tərs deyilmi? Tərsdir də. Və bizdən soruşulan B böl A-dır deyə buna T deyirəm. Uşaqlar, bunu bilin ümumiyyətlə. Məsələn, 7-də 3-ə T demisinizsə, 3-də 7 bunun tərsidir deyə 1 böl T deməlisiniz. Yaxşımı? Yəni tərsinə 1 böl deyirəm. İndi getdik yazaq. T bərabərdir 3 üstə gəl 4 vur 1 böl T. Tərsidir axı, ona görə 1 böl T yazdım. Yazıram. T bərabərdir 3 üstə gəl 4 vur 1 4 böl T. Mən sizə nə demişdim? Məxrəcdə 2 görəndə hər tərəfi 2-yə vurun. Məxrəcdə 7 görəndə hər tərəfi 7-yə vurun ki, ixtisar getsin. İndi məxrəcdə T görürəmsə hər tərəfi T-yə vura bilərəmmi? Hər tərəfi T-yə vururam. T-ni T-yə vuranda T-nin kvadratı, 3-ü T-yə vuranda 3T, 4 böl T-ni T-yə vuranda uşaqlar T-lər ixtisar gedir, qalır 4. Bir tərəfə yığıram. Vietdən ki, baş əmsal uşaqlar 1-dirsə, Vietdən ifadə edə bilərəm. Gəlin Viet teoremini yazaq. Hansı 2 dənə kökdür ki, vuranda mənfi 4 eləyir? 2 dənə kökdür. Toplayanda bunun əksi, yəni mənfi 3 yox, müsbət 3 eləyir. İndi düşünək də, 4-dən mənfi 1, həqiqətən baxın. Vuranda mənfi 4 eləyir, toplayanda 3 eləyir. Kökün biri 4-dür, biri mənfi 1-dir. Bizə deyir müsbət ədədlər üçün. Müsbət ədədlərin təbii ki, nisbəti də müsbət olacaq. Uşaqlar, bax, B böl A. Müsbət ədədlərdirsə, böləndə müsbət 4 eləyər də. Niyə 2 dənə müsbət ədədi böləndə mənfi ədəd eləsin ki? Ona görə cavabı götürürük, müsbət 4. 39. Vacib bir şey deyirəm. Uşaqlar, necə deyirdim, kvadratı solda saxlayın, ədədləri sağa keçirin. İndi deyirəm ki, cəm eyni işarələri bir tərəfdə saxlayın, fərqli işarə olanı o yana keçirin. Yazıram ki, A üstə gəl C, B-ni bu yana keçirirəm, müsbət B. İndi bizə belə bir ifadə verib 12 ABC bölünsün A kub, çıx B kub, üstə gəl C kub. Mən gərək bütün B-lərin yerinə A üstə gəl C yazsam, görün necə qarışıq düstur alınacaq. Nə edirik? Qarışıqlıq görən kimi ədəd veririk. Bizə də deyir ki, 0-dan fərqlidir. 0-dan fərqli istənilən qiymət verə bilərik. A-ya 1 verək, C-yə 2 verək. 1 ilə 2-ni toplayanda neçə eləyir? 3. Özümüzdən belə bir qiymət verdik. Siz 0-dan fərqli istənilən qiyməti verə bilərsiniz. Çünki şərtdə deyib ki, 0 olmasın. 12 vur 1, vur B, vur C, bölünsün 1-in kubu, çıx B-nin kubu, üstə gəl C-nin kubu. 12 vur 3 vur 2 neçə eləyir? 72. 1 çıx 27, üstə gəl 2-nin kubu 8.
72-ni bölürəm. 1-in üstə 8 gələndə 9, 9-dan 27-ni çıxanda -18. 72-ni 18-ə böləndə 4 eləyir. Qabağında da mənfi var deyə -4. Ümumiyyətlə uşaqlar, mənfiyə vuranda da böləndə də, yəni o mənfi qabağa gəlir. 70-i 18-ə bölürsünüz 4, qabağında da mənfi var, -4. C variantı. Aha, 2 suala da baxaq. Baxaq 47. Yenə də, nə dedim uşaqlar sizə? Birinci soruşulana baxın, görək bizdən nə istəyir. Burada 4-dən 28 görürəm, ortaq nə çıxaracam? 4-ü. Qalır P üstə gəl, 28-i 4-ə bölün, 7 böl P-nin kvadratı. Bizdən bunu istəyir. Gəlin bizə verilən ifadəni bəs köçürək. Baba, bunu indi köçürəm, görüm bu nədir, nə verib, yəni buradan nəyi çıxarıb, gətirib yerinə qoya bilərəm. Uşaqlar 7 görürəm, buradan amma 7 böl P-nin kvadratı görürəm. Deməli, mənə nəsə böl P kvadrat lazımdır. Deməli, hər tərəfi P-nin kvadratına bölməyə çalışacağım. Gəlin bölək, hər tərəfi P-nin kvadratına bölək. P-nin kvadratına böləndə hər tərəfi P-nin kvadratına bölürəm. 3 çıx 2 1 eləyir. Böləndə axı üstlər çıxılır. P qalır. Burada P2-lər ixtisar gedir, 3 qalır. Burada 7 böl P-nin kvadratı qalır. 0-ı nəyə bölsə 0 eləyir. Bayaq dedim, müsbətləri bir tərəfdə saxlayın həmişə. Əks işarəni o tərəfə atın ki, tarazlansın da 3. Elə bizə də bu lazım idi. Uşaqlar, P üstə gəl 7 böl P-nin kvadratı. Neçə tapdıq? 3. Gətirin qoyun yerinə 3. 4 vur 3 neçə eləyir? 12. Anladınızmı? Sizə verilən ifadəni sadələşdirirsiniz. Sizə lazım olan bir şeyi tapırsınız. Gətirib burada qiymətini yerinə qoyursunuz. Yəni bizə bu ifadənin qiyməti lazımdır. Buradan o qiyməti hesablayıb gətirib yerinə qoyursunuz. Cavab olur 12. Biz 59-a baxaq. Yenə baxın uşaqlar, ifadə soruşur. Gəlin birinci bunu həll edək. Həmişə soruşulanı, məndən nə soruşursa, mən onun üstündən getməliyəm. Məndən soruşur ki, bunu necə biraz sadələşdirək? X-ları bir yığın, baxın uşaqlar. Kvadratlarını da bir yığın da. Mən də sizə nə demişəm? Bir onsuz dərəcəni alır. Mən də sizə nə demişəm? Ayrı-ayrı kvadratın düsturu var. Onu gəlin açaq. Ayrı-ayrı kvadrat nədir? Ümumi kvadrat çıxılsın 2AB. Biz də bilirik ki, əks ədədlər getdi. Qaldı x 1 bölü x, x 1 bölü x. Deməli, bir dənə bunu tapsam, uşaqlar, vəsə. Yəni, bunları tapıb yerinə qoysam, ifadəmin cavabı hazırdır da. Necə bunları tapaq? Buradan onu necə tapaq? Bir dənə yenə baxın. 1 böl nə görürsünüz? X. Onda hər tərəfi gəlin x-a bölək. Bizə verilən, bax, verilən budur. Veriləndən nəsə almağa çalışacağım. X kvadrat, çıx 3x, üstə gəl 1, bərabərdir 0. Qapını bağlayın da. Hər tərəfi x-a bölsəm. Bax, çünki burada böl x var deyə mən hər tərəfi x-a böləcəm. X-in kvadratını x-a, bunu x-a, bunu x-a, bunu da x-a. Hər tərəfini x-a bölürəm. Burada x-in 1-i qalır, burada 3 qalır, burada 1 bölü x qalır. 0-ı nəyəsə bölsək 0 eləyir. Bizdən bunu istəyirdi, yəni müsbətləri. Onda mənfini o biri tərəfə atsaq müsbət 3 eləyir. Vəsə, tapdıq ki, bizdən soruşulan, bizə məchul olan, yəni məlum olmayan bir şey 3-dür. Gətirib qoyaq da yerinə. Bütün bunların yerinə gətirib 3 qoyacağım, yazıram. 3 üstə gəl, bax bunun yerinə 3 qoydum. 3-ün kvadratı çıx 2. Biz də bilirik ki, 3 üstə gəl 9, çıx 2, 12-dən də 2-ni çıxanda 10. Diqqətli olun, burada da cavabı tapdıq 10. Belə, yəni uzun sözün qısası sizə soruşulan ifadəni sadələşdirirsiniz. Orada nə məchsuldursa, onu veriləndən tapıb gətirib yerinə qoyursunuz. Əslində 2 mərhələli bir şeydir. 2 dənə elə bir sadələşmə yerinə yetirirsiniz, qiyməti yerinə qoyub cavabı alırsınız. Uğurlar. Bunun üçün müxtəsər vurma düsturunu dəqiq bilməlisiniz. Başqa etsin.